əlim biraz aşağıdır. Mənə 3-400 manat borc pul ver də. Cəhənnəm aşağıdır, qara görə aşağıdır. Sənin əlin yuxarı vaxtı olub? Həftə 8, mən 9. 300 ver, 500 ver. 300 ver, 500 ver. Adə, olmaya bütqü bağlayıblar, hə? Bibi, sənin qardaşın oğlu o kişilərdən deyil. Mənim aptek butqamı bağlayan hələ anasından olmayıb. Bibican, sən oğlunun canı, mənə eli boş qaytarma. İşin düşəndə gör necə yalvarsan. Sabahları Allah eləməmiş, Allah eləməmiş. Qulaqlara qurğuşun. Düşəm öləm, bir için su da verməzsən mənə. Bibi, Allah eləməsin, sən nə danışırsan? Səni görüm 100 il yaşayasan. Bibi, sən Məşədi Kazımın görü. Məni darda qoyma, qurban olum sənə. Çəkil görüm. Ya Allah. İtil o yana. Baş üstə. Buna bax, adın Əliyə and olsun. Hələ 6 dənəymiş. Ver görüm. Bu 1-dir, əzmə. Bu 2-dir. 3 olar ha. 2-dür, yox, 2-dür. Bu 3-dür. 3-dür. Bu 4-dür. Bu 5-dir, bu da 6-dır. Yeri. Yox, 5-dir. Yox, 6 da 6-dır. Yox, 5-dir, 5-dir. 250 olur axı. Şəxsi, buna bax, yapışıb əlimə. Mən onu qopardaram. Bibi, bibi, can sənə qurban bibi. Bibi, bibi, can sənə qurban bibi. Həna yaxıb başına olarsan cavan bibi. Həna yaxıb başına olarsan cavan bibi. Bibi, bibi, can. Bibi, bibi, can olarsan cavan bibi. Çin bibi, sir sifəti cin bibi. Pulları çin bibi, sir sifəti cin bibi. Nə dedin ayavara? Dedim göyərçin bibi. Necə ayavara? Dedim göyərçin bibi. Bibi bibi can. Bibi bibi can. Dedim göyərçin bibi. Sənə qurban bibi, həna yaxıb başına olarsan cavan bibi. Həna yaxıb başına olarsan cavan bibi. Bibi bibi can, bibi bibi can. Ay bibi gəlsin səsin, əzizəm hər bir kəsin. Otur qardaşın balası sənə qulluq eyləsin. Hardadır mənim nəvəm? Çağır Elşadı görüm. Ay Elşad, gəl verilişimizi apar. Yarım ay. Rəhman kimdir? Elşad deyirlər, Rəhman kimdir? Nazlı ilə Fərdi bir dənə alqışlayın. Hər vaxtınız xeyir olsun dəyərli Azərbaycan xalqı. Bazar günü hər biriniz MTV kanalında bu dəqiqə bilirəm ki, Mənim Balam İstedadlı layihəsini izləyirsiniz. Və bu gündə bu gözəl balalarımızın maraqlı çıxışları olacaq. Necə ki, Nazlı və Fəridin Qaynana filmindən maraqlı bir fragment hazırlamışlar, onu izlədik. Və budur, iştirakçılar da sizlərin qarşısındadır. Musiqini ver DJ Sako və bir iştirakçılar sizlərin qarşısında. No, no, I said no, 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 no. You say take me home, I said no, Perignon. You said no, 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 I said no, 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 no. No, 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 no. Hasta la mina loca, 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 loca. Te encanta.
make you cry. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Toca, toca, toca. Toca, toca, toca. Ha, hazırsınız. Hazırsınız. Neye? Neye? Hansı yarışmaya? Bir dənə tam sakitçilik. Hansı yarışmaya? Hansı yarışmaya? Benim balam istedaddır. Lətif elədimir axı. Benim balam istedaddır. MTV'nin dublajını aparacağım Allah qoysa bunu. Kinolara dublaj eləməyə. Hə, üzünüz gülür. Amma bilmirsiniz ki, dueldə kimlərdir? Qızıl yetdilikdə kimlərdir? Liderlik kürsüsündə kimlərdir? Tam sakit. Tam sakit. Ürək döyüntüsünü ver bir dənə. 3 nömrəli kardioqrama xəstəxanasından da. 5-ci şöbədə Məlahət xanımın kardioqramasını ver. Aha, uşaqlar. Tam diqqətli olun. Mən bir Qızıl yetdilikdə olan iştirakçıları dəvət eləmək istəyirəm. Qızıl yeddiliyin 7-ci yerində Zəhra Vəliyeva. Alqışlayaq Zəhranı. Zəhra baba gəlirsən. Bir dənə düşürsən. Bir dənə də düşürsən. Bax gedirsən ora Zəhra, bax ora. Aha. Qızıl yeddiliyin 6-cı yerində Cihan İmanlı. Cihanı da alqışlayaq. Qızıl yeddiliyin 5-ci yerində Lalə Çodarlı. Alqışlayaq Laləni. Qızıl yeddiliyin 3-cü yerində. Qızıl yeddiliyin 4-cü yerində, özür istəyirəm. Fərid Əliyev. Fəridi alqışlayaq. Qızıl yeddiliyin 3-cü yerində Nazlı Cəfərova. Alqışlayaq Nazlını. Ürəkdən alqışlayaq bir dənə. Qızıl yeddiliyin 2-ci yerində Nihat Dadaşlı və Qızıl yeddiliyin 1-ci yerində Camal Cəfərov. Aha. İndi biraz keçin bu tərəfə. Aha. Biraz gəlin gizlənməyin. Vallahi bütün kameralara düşürsünüz. Dueldən qaça bilməzsiniz. Aha. İndi bax burada görün kimlər var. Sonda xalı az olan 2 iştirakçımız avtomatik dueldədir. Həmin o 2 iştirakçını mən dəvət edirəm. Avtomatik dueldədir. Yox, biraz həyəcan qalsın. Hələ günün 2-ci, 3-cü və liderlərini də dəvət edeyim. Günün liderləri 2-ci, 3-cü və 1-ci. Bu günün, bazar günün 3-cüsü. Zülfiyə Müzəffərova, alqışlayaq. Bazar gününün 2-cisi. Bu günün 2-cisi. Yusif Şamilov. Yusuf, maşallah, çox gözəl giyinmişsən bu günləri. Və bazar gününün lideri Hilal Qasımova. Aha. Gəldik, çatdıq. Xalı az olan 2 iştirakçı. Aysu Səfərova. Avtomatik dueldədir. Aysu Səfərova avtomatik dueldədir. Və Aysunu tək buraxmaq istəmir. Onun həmkarı Tuncay Quliyev avtomatik dueldədir.
Aysu sən də əyləş. 2 iştirakçımız. Qabaqda əyləşin Tuncay. Qabaqda əyləşin. Aysu və Tuncay avtomatik dueldədirlər. Zülfiyə Müzəffərova, Yusif Şamilov. Kimlərin adını çəkə bilər? Adını çəkə bilər Ayxan Adıgözəlov. Aylin və Əli gəlin əyləşin. Rəsul gəlin əyləşin. Lətif gəl əyləş. Bir Sadıq gəl əyləş. Yusif Şamilov və Zülfiyə Müzəffərova. Hərəsi bir iştirakçı seçəcək. Tam sakitçilik. Tam sakit. Hərəsi bir iştirakçı seçəcək. Hilal Qasımovanın həmin iştirakçının dəyişmək hüququ var. Soyuq da, Yusuf, bilirəm. O seçim gələndə hamıya soyuq olur. Buyur. Kim? Aysu və Tuncay ilə dueldə bərabər Yusif Şamilov. Kimi istəyirsən dueldə olsun? Tez Yusuf. Ayxan, Uğur, Yusif, Fatimə. Yusuf, bir insanın adını çək. Yusif. Yusif. Yusif gəl bura. Aha. Zülfiyə, buyur. Ayxan, Uğur, Fatimə. Tez. Vaxtımıza var, bir saat 20 dəqiqə fikirləşə bilərsən Zülfiyə. Fatimə. Fatimə, gəl bura. Hilal Qasımova, sənin hüququn var ki, Fatimə və Yusifin yerini dəyişməyə. Yusifin yerini. Yusif Talıblı'nın yerini dəyişir. Kimi ilə? Uğur, Ayxan. Uğur. Uğur Allahverdiyev, dueldəsən. Yusuf buyur əyləş. Fatimə Əskərzadə, Uğur Allahverdiyev, Tuncay Quliyev və Aysu Səfərova. 4 iştirakçı əyləşin. 4 iştirakçı dueldədir və ekranda görürsünüz, SMS kodlarını görürsünüz. 4 iştirakçıdan ikisi tərk edəcək. İkisi tərk edəcək. Dueldə olanlar qarşıda əyləşin. Aylin, Əli, arxaya zəm. Uğur, keç qabağa. Mirsad qarxıya. Sakit, tam sakit. Fatimə, qarşıda əyləş. Tuncay Quliyev, bir dənə zəhmət olmasa verin. Dueldə olan 4 iştirakçımız. Tuncay Quliyev. Çox qabiliyyətli, qanacaqlı, yerini bilən, model kimi yarışmaya qatılıb və mübarizəsini davam elətdirmək istəyir Tuncay Quliyev. SMS kodunu ekranda görürsünüz. Aysu Səfərova, çox istedadlı balamız, dueldədir, mübarizəsini davam elətdirmək istəyir. Uğur Allahverdiyev, heç inanmazdır ki, duelə düşəcək, xalı da yüksəkdir və dueldədir, model kimi yarışmaya qatılıb, o da sizlərdən dəstək gözləyir və Fatimə Əskərzadə. Heç ağlıma gəlməzdi ki, sən duelə çıxasan, olur. Get-gedə iştirakçılar azalır və valideynlər SMS nəticələrə diqqət yetirməlidirlər və uşaqların SMS-nə çox diqqətli yanaşmalıdırlar. Hər an, hər dəqiqə, çünki xallar dəyişilir. Diqqətli olmalısınız. Mən dəfələrlə bunu söyləmişəm. Sadəcə bir var, onu ciddiyə alıb, yerinə yetirib, orada əyləşən və var, sadəcə söz kimi qəbul edib, dueldə olanlar.
Dueldə olan 4 iştirakçı Tuncay Quliyev, Aysu Səfərova, Uğur Allahverdiyev və Fatimə Əskərzadə. İnanıram ki, çox maraqlı bazar günü duel olacaq. Hər 4 iştirakçı çox güclüdür. Aysu Səfərova qalmaq istəyir, mübarizəsini davam etdirmək istəyir. Fatimə Əskərzadə də mübarizəsini davam etdirmək istəyir. Və 2 model Uğur və Tuncay Quliyev. Və Uğur əminliklə bildirir ki, mən bu dueldən çıxıb mübarizəni davam etdirəcəm. Mənim xoşuma gəldi sənin bu əminlik və mübarizəni davam etdirməyin. Nəinki Royal Ağanı burada gördük biz. Yeni Star'ın qalibi Royal Ağanı alqışlayaq, zəhmət olmasa. Müzürlər heyəti kürsüsündə əyləşib. Bizim stilistimiz Model Akademiyasının rəhbəri Bürhanı salamlayırıq, ürəkdən alqışlayaq. Və bizim dəyərli dostumuz, mənim balam istedadlı layihəsinin layihə rəhbəri Müğənni Vasif İbrahim. Mən layihə rəhbəri olsam belə hər həftə dueldə olan uşaqlar qədər həyəcan keçirdirəm, stres keçirdirəm. Hər kəsə uğurlar arzu edirəm. Bəli, hər kəsə uğurlar. Artıq layihə davam edir bazar günü və bizim DJ Sako. Əla. Əla DJ Sakonda alqışlayırıq. Bizə dəstək olan Emi parfümü və bizim möhtəşəm çəkilişdə göstərdiyi köməkliyə görə altın sayələri minnətdarlığımızı bildiririk. Qızıl üçlü, yeddili, günün liderləri Yusif Şamilov, Zülfiyə, Hilal Qasımova və eləcə də Qızıl yeddili, Lalə Çodarlı, Zəhra Vəliyeva, Camal, Fərid Əliyev, Nazlı Cəfərova, Nihat Dadaşlı və Cihan İmanlı və dueldə olan 4 iştirakçılarımız. Hər birinizə uğurlar arzu edirəm və Hilal Qasımovanı dəvət eləmək istəyirəm. Alqışlayın bugünün, bazar günün lideri Hilal Qasımova. Hilal Qasımova, Hilal, bugün də sən lidersən və hər dəfə sənə mikrofonu verəndə, həm səs vermədə, o ulduz ballarını verəndə maraqlı xalları ünvanlayırsan. Deyirsən ki, mən 50 ulduzu falan kəsə verirəm, mən heç gözləmirdim ona verərsən. Və hər dəfədə 2-ci və 3-cü yer iştirakçılarının liderlərini seçdiyi seçimi dəyişirsən. O da xoşuma gəlir, düz edirsən, belə də davam elə. Bugün də birincisən, səni təbrik edirəm, nə hazırlamısan? Mən sinif yoldaşlarımla sürpriz bir rəqs hazırlamışam. Mən indi istəyərdim həmin o sinif yoldaşlarını dəvət eləyək, zəhmət olmasa. Gəlsin, alqışlayaq Hilal Qasımovanı. Gözəl bir çıxışı gəlir.
möhtəşəm liderliyə layiq bir çıxışı ilə sizlərin qarşısında və sinif yoldaşları da ona kömək elədi. Hilal Qasımova doğrudan da liderliyə layiqli bir çıxış idi. Bəli, bu günləri Hilal həqiqətən də bizi təəccübləndirdi. Çox möhtəşəm, çox əla, alqışlayıram. Əhsən. Bəli, alqışa layiqli idi, ha Vasif? Möhtəşəm, möhtəşəm. Və bu rəqsi qurmağın özü, onun geyimlərini hazırlamaq, valideynlərinə təşəkkür edirəm. Bəli, bəli. Təşəkkür Elə edirəm. atası mənə zəng vurdu, dedi ki, Sədərəkdən bir 800 manatlıq ilə parça almışam. Parça qalmayıb, hamısını yığıb götürür. Bəli, bəli. Sağ olsun. Həqiqətən də çox möhtəşəmdir və çoxuna bəlkə də anlaşılmayan bir şey qaldı ki, o 4 dənə qız belə-belə elədilər. Xeyr, burada işlənilmiş kompozisiya var. Çox xoşuma gəldi, həqiqətən. Əla, uğurlar Hilal, uğurlar. Sənə də uğurlar. Şarfın da çox mübarək, çox qəşəngdir. Lalə necəsən? Lalə küləkli havada gəlib, yəni gözləri dolub. Zəhra, salam. Zəhra, qoy bütün Azərbaycan eşitsin. Mən sənin nəyinəm? Ürəyimsən, ürəyim. Bu günün ikinci və üçüncüsü. Üçüncüsü Zülfiyə Müzəffərova. Günün ikincisi Yusif Şamilov. Gəl yanıma Yusif. Alqışlayaq. Yusif Şamilov. Nə qəşəng giyinmisən ha Yusuf. Gün o gün olsun bəy olasan. Toyunda gələk oynayaq, yeyək, içək. Nə bilim qolqana da çaq oynayaq. Alqışlayaq bir dənə Yusifi. Burada əyləşən bütün övladların toyunda inşallah. Kostyumun da çox numara. Sənin salamların var. Kimə, niyə, nə üçün? Buradan güllər əvvəl sizə təşəkkürümü bildirəm. Müəlliməm Xəcə müəllimə təşəkkürümü bildirirəm və bütün xalalarımdan dəstək gözləyirəm. Bütün xalalardan, dayılardan, bibilərdən, yeznələrdən, baldızlardan, bacanaqlardan, qayınlardan, qaynata, qaynana, kürəkən, bir sözlə qohum, əqraba, dost, tanış, Yusifə 2 dəfə salam verən, qonum, qonşu, hər birindən Yusif Şamilov dəstək gözləyir. Yusif, sənə bir dənə məsləhətim var. Çalış valideynin və ən əsası, o nənəm var ha, nənənin qədrini bil. Söz verirsən? Bəli. Öpürəm səni. Alqışlayaq bu günün ikincisi Yusif Şamilov. Və günün üçüncüsü, lideri kürsüsündə əyləşən günün üçüncüsü Zülfiyə Müzəffərovanı dəvət eləyək. Alqışlayın zəhmət olmasa. Zülfiyə Müzəffərova artıq həftələr irəlilədikcə, iştirakçıların sayı azaldıqca Zülfiyə Müzəffərovanın qanı qaralmayıb, burnu qaralıb. Necəsən Zülfiyə? Min şükür. Min şükür. Yəni mama bir söz öyrədi, min şükür. Elşad əminə soruşsa dinən min şükür. Nə hazırlamısan, nə qəşəng bugün bəzənmisən, qara, sarı, bu pişikdir mən bildiyim. Mən bugün xalam qızı ilə rəqs hazırlamışam. Lalə Mirzəyeva. Xalası qızı Lalə Mirzəyeva ilə bərabər rəqs hazırlayıb. Lalə Mirzəyeva. Necəsən ay Lalə? Mənim adım Lalədir. Sən Mənim Balam İstedaddır 2 yarışmasına mütləq qatıl. Orada ikinci Zəhra olarsan. Yaxşı. Artıq o baxanda bilinir də. Baxaq, Zülfiyə və Lalənin rəqsinə baxaq, qiymət verək. Bu günün, bazar gününün üçüncüsüdür Zülfiyə. Hə?
çıxışlarını elədilər. Dueldə olan iştirakçıları bir dənə zəhmət olmasa verin. Dueldə olan iştirakçılarımız, 4 iştirakçımız var. 4 iştirakçımız. Tam sakit. Valideynlər mane olmuruq. Hə, tam sakit. Tuncay Quliyev. Aysu Səfərova. Uğur Allahverdiyev və Fatimə Əskərzadə. Uğur Allahverdiyevin həm narahatçılığı var, həm də iddialıdır ki, mən çıxmayacam. Buyur Uğur. Çıxmayacam da, yəni mən onu bilirəm ki, çıxmayacam. Deyir, mən onu bilirəm ki, mən çıxmayacam. Yəni, mübarizəni davam elətdirəcəksən. Kimə arxayınsan? Sənə ən güclü SMS-i kim göndərir? Atam. Allah can sağlığı versin. Gülə-gülə niyə deyirsən ki, sən valideynlərinə hər zaman fəxr eləməlisən. Fatimə Əskərzadə, valla əlimdə olsaydı 7.000 manatlıq, 10.000 manatlıq SMS vurardım sənə. Amma mən neytralam. Fatimə, sən kim arxayınsan? Təbii ki, nənəyə. Nənə də neynəsini, təqaüdü təzə veriblər o da. Aysu Səfərova. Aysu, andol Allah ilə bildim parekdə, sonradan bilmişəm öz saçındır. Çox gözəlsən. Aysu'nun bir dənə alqışlayın zəhmət olmasa. Bizim istedadlı Aysu Səfərova. Aysu kimi arxayındır? Ən çox atama arxayınam ki, mənə səs ən çox səs göndərən atamdır. Ən çox arxayındır Aysu Səfərova atasına təbii ki. Tuncay Quliyevdə deyəcək ana, 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 hə? Bəli. Tuncay da bir dənə alqışlayaq. Valla geç-gedə uşaqların sayı azalır, adam bilmir kim qalsın, kim geçsin, amma SMS layihəsi deyənə bir nəfər tərk eləməlidir. SMS kodlarını 4 iştirakçıların ekranda görürsünüz. 2 iştirakçı bu gün bazar günü layihəni tərk eləyəcək və görəcək ki, növbəti həftədə artıq 16 iştirakçı mübarizədə olacaq. Növbəti həftədə 16 iştirakçı mübarizədə olacaq. Qızıl yettilikdə olan iştirakçıları bir-bir dəvət eləmək istəyirəm səhnəyə. Nazlı Cəfərovanı alqışlayaq zəhmət olmasa. Nazlı Cəfərova. Kanmam başka suratlara, varsan sen yanımda yeter. Dudakların ilaç bana, yaklaşsana yanıma. Dans et yine bahara seninle, çimenler kaplı seninle. Kırmızı gül bahçelerinde, kalbimin en derininde. Ente albi 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 albi, ente demme 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 demme, ente ruhi 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 ya. Nazlı Cəfərova. Nazlı Cəfərova. Nazlı, xoş gəlmisən. Səni əvvəlcə təbrik edirəm. Yenə də qızıl yettilikdəsən, öz gücünü göstərirsən. Yəni, layihə başlayandan hər zaman ya liderlik kürsüsündə əyləşmirsən, 2-ci, 3-cü olmuşsan və hər zaman qızıl onluqda, indi də qızıl yettilikdəsən. Səni birincidə görmək istəyirəm, səni lider kimi də görmək istəyirəm. Çünki sən istedadlısan, çıxışların da maraqlı olur. Nazlı Cəfərova bugün bizim üçün nə hazır? Və bildiyimə görə, dostlar, Nazlı Cəfərovaya bizim dəyərli meyxana ustadı, salamlayırıq dostumuz Namiq Məna da dəstəkdir və onun oğlu Məna da dəstəkdir. Salamlayırıq hər ikisi. Doğrudan da mən şəxsən öz adımdan deyirəm, münasibətim də var. Namiq müəllimi də salamlayıram, oğlu Mənanı da salamlayıram və Nazlı sənə dəstəkdirlər. Və qohumlarından, əmlərindən, dayılarından sənə kim dəstəkdir? Əmim. Elçin. Bəs qohum əqrabadan bir dənə mənə dəqiq cavab ver. İlham adında kimsə var? Xeyr. Yoxdur. Aha. Atanın dostu deyil İlham. Bəli. Sən mən bilirəm, sən bilmirsən. Gəl Nazlı, gəl irəli. Bir sözlə Nazlıya dəstək olan hər kəsi salamlayırıq, valideynlərini də salamlayırıq, əmilərini də, biblərini də, xalalarını da, bütün qohum əqrabasını salamlayırıq. Nazlıya dəstək olun, Nazlı qızıl yettilikdən düşməsin, istedadını nümayiş etdirsin. Bugün də mahnı hazırlamısan. Buyur, təqdim elə. Mən bugün ata mahnısı ifadə edəcəm. Atamı çox sevirəm, o mənim ürəyimdir.
Keşke elimde bir tane seyirli çubuğu olardı. Ataların qocalmağına imkan vermezdim. Ata seni taz başıma eylerem, sen olmasan dünyanı neylerem. Canım atam, gözümün nurusan, hiç kəsi mən sən qədər sevmərəm. Könlüm sənin göz yaşına taqət gətirməz, dünya sənin kimi dayaq rahat gətirməz. Qurban olum ki qoymadın çətin günlər görəm, sənin kimi səbir dağı atazan görmərəm. Ata sənin qadanalım, dərdin canıma, məhəbbətin sənin ata qarışıb qanıma. Tellərinə qurban olum, mənim üçün ağardı, dünya mənim istəsənin ömrünü apardı. Səni heç kəs ürəkdəki dərdini bilənməz, kimsə bilənə qəmlisən, daha heç gülənməz. Kaş dolanım gecə gündüz, atacam başına, məlhəm olan kaş ki sənin qəmli göz yaşına. Ata səni taz başıma eylərəm, sən olmasan dünyanı neylərəm. Canım atam, gözümün nurusan, heç kəsi mən sən qədər sevmərəm. Ata səni taz başıma eylərəm, bir tükünü dünyaya vermərəm. Canım atam, gözümün nurusan, heç kəsi mən sən qədər sevmərəm. Adın əzbər sənin ata, hər zaman dilimdə, ömrü sənə pay edərdim, olsaydı əlimdə. Yaşarmış kimsən aldığım, nəfəsim canımsan, əziz atam, nə yaxşı ki dünyada varımsan. Səni heç kəs ürəkdəki dərdini bilənməz, kimsə bilənə qəmlisən, daha heç gülənməz. Kaş dolanım gecə gündüz, atacam başına, məlhəm olan kaş ki sənin qəmli göz yaşına. Ata səni taz başıma eylərəm, sən olmasan dünyanı neylərəm. Canım atam, gözümün nurusan, heç kəsi mən sən qədər sevmərəm. Ata səni taz başıma eylərəm, bir tükünü dünyaya vermərəm. Canım atam, gözümün nurusan, heç kəsi mən sən qədər sevmərəm. Ata səni taz başıma eylərəm, sən olmasan dünyanı neylərəm. Canım atam, gözümün nurusan, heç kəsi mən sən qədər sevmərəm. Ata səni taz başıma eylərəm, bir tükünü dünyaya vermərəm. Canım atam, gözümün nurusan, heç kəsi mən sən qədər sevmərəm. Nazlı Cəfərovanı ürəkdən alqışlayaq, bir dənə ürəkdən alqışlayaq. Qızıl yettilikdə olan Nazlı Cəfərova və Nazlının duet ortağı buradadır. Dünən də çıxış eləmədi, şənbə günü çıxış eləmədi. Dueldə deyil təbii ki. Yusif Talıblı'nı ürəkdən alqışlayaq. Dəvət edirəm yanıma Yusif Talıblı'nı. Deliyim, gözü kara deliyim, yakarım Roma'yı da yakarım, ben bulurum seni yine bulurum. Yusif Talıblı. Yığışmışıq bu gün biz, qoy köşlənsin keyfimiz, oynamağa, gülməyə, bizim var həvəsimiz. Yığışmışıq bu gün biz, qoy köşlənsin keyfimiz, oynamağa, gülməyə, bizim var həvəsimiz. Parlayır günəşimiz, mavidir göylərimiz,
göylərimiz buyurdu sabahıyı ayırlar sevinsiz. La 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 la. La 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 la. La 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 la. Tembellere yer yoktur bizlerin arasında. Çok mehriban uşaqlar yığışıb sıramıza. Tembellere yer yoktur bizlerin arasında. Çok mehriban uşaqlar yığışıb sıramıza. Parlayır güneşimiz mavidir göylərimiz buyurdun sabahıyı ayırlar sevinsiz. Parlayır güneşimiz mavidir göylərimiz buyurdu sabahıyı ayırlar sevinsiz. Varara varara vapapara varara varara vapapara varara varara vapapara varara varara vapapara. Parlayır güneşimiz mavidir göylərimiz buyurdun sabahıyı ayırlar sevinsiz. Parlayır güneşimiz mavidir göylərimiz buyurdu sabahıyı ayırlar sevinsiz. La 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 la. La 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 la. 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 La 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 la. Yusif Talıblı'nı bir daha alqışlayaq. Çox xoşuma gəldi bu ifa. Mən istərdim uşaqların çoxsu belə ifa eləsin. Şən, əhval ruhiyyəli, uşaqlara aid olan bir ifa idi. Yusif, məncə sən səs istəməsən, növbəti həftələrdə duelə düşmə ehtimalın böyüdür. Mən bütün Azərbaycan xalqından səs istəyirəm. İstəyirəm ki, onlar mənə səs versin və gələn dəfə Hilalın yerində oturum. Aha! Yusif Talı. Hilalın yerində oturmaq istəyirsənsə, Hilal o qədər o ürəyi yumuşaq, o qədər gözəl xasiyyəti var ki, Hilal bu dəqiqə durar, deyər, Yusif gəl otur orada. Elşad bəy, Hilalın yerində oturmaq üçün gərək bugün Hilalın göstərdiyi performansın üstünə çıxasan ki, oturasan orada. Başqa heç nə. Performansı. Bəli, Yusuf Aha. abi. Alqışlayaq bir dənə Royalın oradan da Royal şarfın da çox numaralı. Royal, axır ki haqqın yolunu tapdın qardaş. Vasif, mən kim cəhd edirsə, performans göstərirsə, əziyyət çəkirsə, ortaya iş qoyursa qardaş, mən onun tərəfindəyəm. Gələn həftə pis olacaq, pis deyəcəm. Yaxşıdırsa yaxşı, yaxşıya yaxşı deyərlər. Bəli, bəli. Yusuf arada taktikada işlədir. Yox, ümumiyyətlə hər həftə daha da maraqlı uşaqlarımız, çıxışlarımız eləyir və verilişimiz daha da maraqlı keçir valla. Bəli. Ona görə də alqışlayırıq.
Gedirsən ora, salamlaşırsan, əyləşirsən. Hə? Hə, əyləş Rasul. Əyləş orada. Bax, orada əyləş. Qızıl yetdilikdə olan növbəti iştirakçılarımız Camal Cəfərovu alqışlarınızla dəvət edirik səhnəyə. Bir dənə qırmızı haldan keçirsən Camal. Camal Cəfərov. Bu dəfə deyəsən Camalın nənəsi Allah can sağlığı versin. Parça deyəsən tapmayıb. Ha? Neyim, hissələri də parça qalmamışdı. Bəs bu cimi kim alıb? Ay Camal. Bu mamamın əsəridir. Belə düzgöş eləyib, alıb gətirib ki, giyin çıxmasın. Uşaqlar, Camal Cəfərov qəşəng giyinib. Qəşəng giyinibsə alqışlayın. Camal Cəfərov model kimi layihəyə qatılıb və mübarizəsini davam elətdirir. Növbəti həftələrdə yenə də burada olacaq. Bugün də Qızıl yetdilikdədir. Kimləri salamlayırsan, kimlərdən səs gözləyirsən? Buradan dayımdan səs gözləyirəm və Ağsu şəhəri bir sayılı tam orta məktəbdən sinif rəhbərim Bansaya salamlayır. Banu Çiçək müəlliməsini salamlayır, sinif rəhbəri Ağsulları salamlayır, dəstək gözləyir, Cəmi Azərbaycandan dəstək gözləyir, uğurlar arzu edilir. Camal Cəfərov, Qızıl yetdilikdə olan bizim iştirakçımız. Növbəti Qızıl yetdilikdə olan iştirakçımız kimdir? Növbəti Qızıl yetdilikdə olan iştirakçımız rəssam Lalə Çodarlını alqışlayaq. Xanım xatın Lalə Çodarlı. Çox qabiliyyətli, qanacaqlı, yerini bilən, ürəyi kövrək Lalə Çodarlı. Bəzilərinizin də deyərsiniz ki, Lalə Çodarlı niyə görə belə məyusdur, qəmgindir? Xeyr, Lalə dueldə deyil. Lalə Çodarlı Qızıl yetdilikdədir. Sadəcə Lalə ona görə məyus olub ki, bugün dueldə olan 4 iştirakçımız Tuncay Quliyev, Aysu Səfərova, Uğur Allahverdiyev və Fatimə Əskərzadə deyir, Elşad əmi, mənə düşən o ulduz balları ki var, 3, 5 və 1. Onları mən bu 4 iştirakçı arasında necə bölüm? Onu öyle kövrəlib. Bir dənə Laləni ürəkdən alqışlayaq və belə iştirakçılar olur. Sizin xətrinizi çox istəyən, dərdinizə yanan. Lalə istəmir buradan kimsə layihəni tərk eləsin. Lalənin hər dəvədə çəkdiyi rəsm əsərləri məni təəccübləndirir. Lalə, xoş gəlmişsən. Sizə bir şey demək istəyirəm. Əgər mən bu layihədə ikinci yer tutsam, ya da heç olmasa Allah qoysa birinci yer tutsam, sizə söz verirəm ki, sizin portretinizi çəkib gətirəcəm. Allah qoysa. Mənim portretimi çəkib gətirəcək Lalə Çodarlı. Qəşəng çəkərsən, rəngli çəkərsən. Bu gün nə çəkmirsən? Özün baxım sonra. Hə, Səlim, əməkdar artist Səlim. Səlim yoxdur, skripkaçı. Onun şəklini çəkib. Bir dənə. Səlimin skripkasını çəkib. Özünün gələn həftələrdə çəkəcək. Səlimin. Çox gözəl rəngi vermirsən. Sevdiyim rənglərdən biridir, portaqal rəngi. Orada kitabı da görürəm, yuxarıda da kitabdır. Bu çaydan göy rəngdə. Skripkanı atmısan çaya. Alqışlayaq Lalə Çodarlının bu möhtəşəm çəkdiyi rəsm əsərinə görə hər həftə sizlərin qarşısında Lalə Çodarlı belə gözəl rəsm əsərləri çəkib nümayiş etdirir. Bugün də Lalə Qızıl yetdilikdədir. Lalə, kimlərdən daha çox dəstək gözləyirsən? Buradan Elxan dayıma və Naska xalama salam deyirəm. Onlar həmişə mənim tərəfimdədir və ən çox da öz anamı təşəkkür bildirirəm. Həmişə məni tərifləyir, öz tərəfimdədir və həmişə mənim əhval-ruhiyyətimi qaldıran anamdır. Vallahi ananın adını çəkirsən,
O sonda o SMS-lərə pul xərcləyən yazıq ata. Onun niyə adını çəkmirsən atanın? Bir dənə alqışlayaq Lalə Çavdarlının valideynlərini. Anadan da çox, mən deyərdim ki, qızlar daha çox atalara bağlı olur da. Yox, səhv demirəm ki, oğul övladları daha çox anaya bağlı olur. Amma Lalə Çavdarlı hər iki valideynini çox istəyir. Sadəcə doğrudan da hər çıxışında anası videoya çəkir, gedir evdə baxır, görüm necə danışdı, necə təqdim. Amma ata da xərcləyir də. Əsas SMS göndərən anamdır, amma atam da həmişə mən hazırlığıma kömək edən atamdır, hər şeyimi alan atamdır. Ona da çoxlu təşəkkürlərimi bildirirəm. Bəli, mən sənə bir söz deyim də. SMS-i göndərən ata ola bilər. O banka pul yatıran ata olur həmişə. Ana sadəcə nəyi necə xərcləməyi bilir. Yaxşı, Lalə. Alqışlayırıq Lalə Çavdarlı, Qızıl Yetdiliyin dəyərli iştirakçısı. Lalə Çavdarlı. İştirakçıların bir təqdimatı olur. Dörtlük. SMS kodlarını ekranda görürsünüz. Dueldə olan 4 iştirakçı. Tuncay Quliyev. Sən bir yerdə dayanmaya, yaxşı. Tuncay Quliyev, Aysu Səfərova, Uğur Allahverdi. Uğur, sənin həyəcanını burada kimsə başa düşsə, o qədər həyəcanlısan, o qədər bu dəqiqə həyəcanlısan, mən onu hiss edirəm. Və Fatimə Əsgərzadə. İndi sizlərə söz verəcəm, amma kimin çıxışından sonra? Zəhra Vəliyeva gəlir, Qızıl Yetdilikdə olan bizim şirin şəkər Zəhra balamız. Sana kızım öl demeler, yaptın instadan bana göndermeler. Bıraktığımda bana dön demeler, dön demeler, bana dön demeler. Senin unuttum ismini neydi ya? Bana neydi ya? Benim kızların hepsi de Barbie ya. Baba çok harbi ya. Dinle, bu şarkım sana dinle. Oluyor sana kızım öl demeler, yaptın instadan bana göndermeler. Söyle, nasıl sevdiğimi söyle. Zəhra Vəliyeva, Qızıl Yetdilikdə olan bizim sonuncu iştirakçımız. Zəhra, bunu tez-tez deməlisən ki, hamı bilsin və çox adamlar da bilməyənlər də eşitsinlər. Mən sənin nəyinəm? Zəhra bu yarışmaya həm model kimi, Zəhra Vəliyeva həm şeir hazırlayıb, həm mahnı hazırlayıb. Əziz ana, əziz ana, Allah can sağlığı versin valideyninə. Salamlayırıq bizdə. Görüm necə oxuyacaqsan. Əziz ana, can ana, gözəl mehriban ana, böyütdükcə bizi sən, dən düşür saçlarına, qəhrəmanlar anası, bizim əziz qadın, bizim ana mətənlə, qoşa çəkirən aldım. Sən də mənim ürəyimsən Zəhra. Bax, sən hər həftə belə gözəl çıxışlar edirsən, ana şeiri deyirsən, yaşının az olmağına baxmayaraq sənin böyük ürəyin var. Zəhra Vəliyeva, Qızıl Yetdiliyin sonuncu iştirakçısı. Alqışlarınızla Zəhranı da yola salırıq, əyləşir. Ürəkdən alqışlayaq Zəhranı bir dənə. DJ Sako. Odam şimdi sensiz, soğuk ve karanlık. Yıldızlar sanki sönmüş, ay bize küsmüş. Aklımdan çıkmıyor. Ha, Zülfiyə, necədir vəziyyət? Qızıl Yetdilikdə olanlar çıxış elədilər, günün liderləri çıxış elədilər və Müsihlər heyəti sonda qərar verəcəksiniz. 4 iştirakçı, SMS kodlarını ekranda görürsünüz, 4 iştirakçı. Bir daha qeyd eləmək istəyirəm, Tuncay Quliyev, Aysu Səfərova, Uğur Allahverdiyev, Fatimə Əsgərzadə. Hər birinin SMS kodunu ekranda görürsünüz, dəstək ola bilərsiniz. Sonda 2 nəfər bu bazar günü, sonda 2 nəfər tərk eləyəcək. Gələn həftə inşallah 16 iştirakçı qalacaq. Günü gündən Ayxan,
iştirakçıların günü-gündən sayı azalır. Tuncay Quliyevi bir dənə hamı görsün. Alqışlayaq, dueldə olan iştirakçımız Tuncay Quliyev. I know you want me, you know I want you. I know you want me, you know I want you. I know you want me, you know I want you. 1, 2, 3, 4, 1. Tuncay Quliyev. Tuncay. Yox, qəşəng giyinmişsən. Maşallah qəşəng giyinmişsən. Modelə uyğun giyinmişsən. Maraqlısan. Saçın da maraqlıdır. Özün də çox gözəl insansan. Niyə duelə düşdün mən bilmirəm. Təbii ki, xalın azdır. İnşallah dueldən çıxarsan. Kimlərdən dəstək gözləyirsən? Kimlər sənə dəstək olsunlar? Sözü verirəm sənə, buyur danış. Ən çox ailəmdən dəstək gözləyirəm. Bir də qohumlardan. Qohumlardan və ailəsindən. Ən çox anasından, bilirəm nə bu dəqiqə, qardaşından dəstək gözləyir. İnanıram ki, dəstək olacaqlar. Çünki yarışmanın ilk günlərində, ilk həftələrdə Tuncay sənin xalın yüksəkdir, yaxşı başlamışdın. Birdən belə bir gözləydi. İnanırıq ki, dueldə sən dəstək olarlar sonda. Alqışlayaq Tuncay Quliyev. Zəhmət olmasa buyur əyləş. Növbəti model iştirakçımız Uğur Allahverdiyevi də bir dənə görək. Dueldədir. Uğur Allahverdiyevi alqışlayaq. Now watch me make a movie like Albert Hitchcock. Enjoy me, want me, you know I want you. I know you want me, you know I want you. I know you want me, you know I want you. Uğur Allahverdiyev model iştirakçılardan biri. Uğur Allahverdiyev bugün yarışmada dueldədir. Normadan artıq döyünür. Normadan artıq döyünür çünki dueldədir nəbzivə baxın. Ay Allah, nəbzi buna bax, diyanmır, nəbzi elə bil, dəhşət deyə dəhşət. Uğur, buna bax, tərriyib, dueldəsən bilirəm. Kimdən dəstək gözləyirsən, elə müraciət elə ki, bəlkə də dueldən çıxandan sonra gələn həftə burada əyləşə bilərsən, liderlik kürsüsündə. Mən buradan səs istəyirəm, birinci ailəmdən, qohumlarımdan, sonra Gədəbəydən, Bərdədən artıq dərəcədə səs istəyirəm. Bərdə və Gədəbəydən səs istəyir və Uğuru model kimi bu yarışmada bəyənənlər Uğur Allahverdiyevin SMS kodunu ekranda görürsünüz, dəstək ola bilərsiniz. Buyur əyləş, alqışlarınızla Uğur Allahverdiyev növbəti dueldə olan iştirakçımız. İki iştirakçını təqdim elədim. Növbəti iştirakçımız Aysu Səfərova. Səsi də qeyri-adidir, hər zaman deyirəm. Cizgi filmlərindəki səslənən o musiqiləri adama xatırladırsan Aysu Səfərova. Dueldəsən Aysu, bilmək olmaz. Dueldən qalib kimi də çıxa bilərsən. Sadəcə mübarizə aparmaq lazımdır, amma dueldə olanların 4-ü də güclü iştirakçıdır. Fatimə də, Uğur da, Tuncay da, sən də. Sonda görək necə olacaq. Aysu, salamla hamını, kimlərdən dəstək gözləyirsən, nə hazırlamısan bugün bizə? Hamını salamlayıram. Mən xalamdan, atamdan, bir də sinif yoldaşlarımdan səs gözləyirəm. Mən bu günləri mahnı ifa edəcəm. Mənim sinif yoldaşlarım mənə dedi ki, sən bu səfər eyni mahnını oxu. Mən amma sənin dediyin mahnını çox xoşladım. Sinif yoldaşların sənə dedilər ki, Aysu, o mahnını mütləq oxu. Görək indi o mahnıdan sonra dueldəsən, hal-hazırda baxırlar sənə. Görək bu mahnıdan sonra, bu ifadan sonra Aysu Səfərovanın xallarında dəyişiklik olacaq ya yox. Söz sənindir, mikrofonu verirəm sənə. Kara kedi girdi yine aramıza. Seni şöyle alalım, otur yakınımıza. Tüm galaksi arsalar gitti
Ha, alqışlayaq Aysu Səfərova gözəl çıxışı ilə sizlərin qarşısında oldu. Nəinki sinif yoldaşlarım, mənim də sənin repertuarında ən sevdiyim ifalardan biridir. Bu gözəl ifadan sonra sənin xallarında dəyişiklik mütləq şəkildə olmalıdır. Çünki baxan insanlar bu gözəl səs tembirini, bu gözəl ifanı eşidəndən sonra sənə səs göndərməlidirlər. Uğurlar arzu edirəm. Aysu, buyur. Səs gözləyirəm. Əsaslıqla xalamdan, atamdan, sinif yoldaşlarımdan səs gözləyirəm. İnşallah bu səfər dueldə oldum, amma qismət duelə düşdü. Mən duelə düşdüm, amma gələn səfər elə oldu ki, bəlkəm də 7-liyə düşdüm, bəlkəm də 50-liyə düşdüm. Olay heç bilinməz. İnşallah dueldən qurtularam və hamı da mənə səs verər. İnşallah uğurlar. Aysu Səfərova dostlar. SMS kodunu ekranda görürsünüz. Dəstək ola bilərsiniz. Dueldə olan iştirakçılardan biri Aysu Səfərovadır. Və sonuncu dueldə olan 3 iştirakçı Tuncay Quliyev, Uğur Allahverdiyev, Aysu Səfərovanın çıxışını gördük. Sonuncu 4-cü iştirakçını dəvət eləmək istəyirəm. Dueldədir Fatimə Əskərzadə. Fatimə Əskərzadə, çox istedadlı Fatimə, çox təəssüf ki, dueldədir, amma Fatimə, heç kədərlənmə, məyus olma, sən istedadsan, istedadını nümayiş etdirməlisən, axıra qədər mübarizə aparmalısan, çünki hələ iştirakçıların sayına çox var, sən iddialı olmalısan. Yaxşı? Nə hazırlamısan bugün? Hazırlamışam. Bir dənə də söz deyim. Bu günlərə ananın ad günüsüdür. Ana, səni təbrik edirəm. Belə 100 yaşa. Biz də öz növbəmizdə Fatimə Əskərzadənin valideynini təbrik edirik ürəkdən. Allah can sağlığı versin və narahat olmasınlar inşallah. Hər şey ola bilər. İddialı olmaq lazımdır. Fatimənin rəqsini. Zərdə xəyallərdə Söklər əmbərdur şəmalərdə İki yüzü zərgən Üyəlgəndə Yürəkinə məzaflərdə Ərinin boyida Meysələ açıldı məlanin uyida Şəcərsə oynatmaz sədrinin tuyida Gözlərim çəqnəydi müxəbbət köyüdə Mingi bir məgin cənaxə Yürəkimin dəvasiyə Malaxə Sen bitəsən dərəxtə Olmasan şamcısan Alavsan başımga balavsan Niçin uyalma Sındırdın beni uyalma Ərinin boyida Meysələ açıldı məlanin uyida Şəcərsə oynatmaz sədrinin tuyida Gözlərim çəqnəydi müxəbbət köyüdə Mingi bir məgin cənaxə Yürəkim
gənədirlər güllədir. Fatıma Əsgərzadə məşhur trendli olan bir İfanın rəqsini göstərdi bizə. Fatıma çox gözəl rəqs elədin. Narahat olma Fatıma. Bir yerdə əyləş orada. Alqışlayaq Fatıma Əsgərzadə. Dueldə olan 4 iştirakçının zəhmət olmasa bir dənə çəkin. 4 iştirakçı. Fatıma Əsgərzadə, Uğur Allahverdiyev, Aysu Səfərova və Tuncay Quliyev. Bu 4 iştirakçıdan ikisi sonda yarışmanı tərk eləyəcək. Sonda Altun Saraya çəkilişdə göstərdiyi köməkliyə görə Altun Saraya sonsuz minnətdarlığımızı bildiririk. Emel Parfümə minnətdarlığımızı bildiririk və bizim çəkilişi, bu möhtəşəm çəkilişi görürsünüz. A Media Qrupa bir dənə ağa qardaşımızı alqışlayaq və rejissorumuz Kamili də alqışlayaq, zəhmət olmasa. Ürəkdən alqışlayaq uşaqlar. Hər zaman bütün layihələrdə bizimlə bərabər olacaq. Aha, stop! Stop deyiləm bu dəqiqələrə. Oradan 3 nömrəli xəstəxananın kardioqrama şöbəsinin Məlahət xanımın bir dənə kardioqramasını ver. Aha. Stop dedim, xallar hesablanır. Həmin SMS nəticələrinin üzərinə Münsiflər Heyətinin, Qızıl Yeddiliyin və liderlik kürsüsündə əyləşən 3 iştirakçının ulduz xalları əlavə olunacaq. Dueldə olan iştirakçılarımız Tuncay Quliyev, Aysu Səfərova, Uğur Allahverdiyev, Fatıma Əsgərzadə. 4'ünüz də gəlin səhnəyə. Bu 4 iştirakçıdan, istedadlı balalarımızdan 4'ündən ikisi bugün, bazar günü layihəni tərk edəcək. Boy sırası ilə durum maraqlı olsun. Tuncay, Uğur sən 2-ci dur. Sən Aysu 3-cü, Fatıma sən 4-cü. Boy sırası ilə durun. Görün nə qəşəng görünür. Elə bir avtobusda gedirik. Mən də burada durum ki, eyni görünək. Münsiflər Heyəti. Stop demişəm artıq. SMS-lər hesablanır. Ulduz nəticələri, ulduz xalları üzərinə gəlib, əlavə olunacaq, xallar hesablanacaq. Vasif İbrahim. Öncə hər birinə uğur arzu edirəm və buradan verilişimizi tərk edən iştirakçılarımız heç də pis olmasınlar. Görürsünüz, Rəsul tərk eləsə də və bizim yanımızdadır yenə də. O nöqteyi nəzərdən fikirləşməyin ki, verilişimizi tərk edirsiniz və bundan sonra həyatınız hələ davam edir və uğurlarınız bundan sonra olacaq. Və istərdim mən gözəl xanım balalarımıza hörmət əlaməti olaraq hərəsinə 15-15 xalımızı verək və bəylərimizə də hərəsinə 10 xal verək. 15-15 Fatimə və Aysu, 10 ulduz, 10 ulduz. Uğur və Tuncayın aktivine yazıldı. Bürhan buyur. Təşəkkür edirəm Elşad bəy. Deməli, ilk öncə bugünkü çıxışlara toxunmaq istəyirdim. Nazlı və Fərdin çıxışı çox mükəmməl idi, çox gözəl hazırlaşıblar. Valideynləri təbrik edirəm. Daha sonra Hilal balamızın çıxışı çox mükəmməl idi, həqiqətən də liderliyə layiqdir. Valideynlərə təşəkkür edirəm, çünki ev tapşırığı belə olar. Və səs verməyə başlamaq istərdim. Aysun Səfərova modelli üzrə və müğənnilik üzrə bəyənirəm. Çox istedadlıdır. 20 balı verərdim Aysun Səfərovaya. Tuncay Quliyev çox mükəmməldir modellikdə. Hətta deyərdim, Camaldan da modellik potensialı daha yüksəkdir. 10 bal Tuncay Quliyev verərdim. Fatimə Əsgərzadə 10 bal. Uğur Allahverdiyev 10 bal. Alqışlayaq Bürhanı. Öz səmimi çıxışı ilə Bürhan bu günləri ulduz xallarını iştirakçı arasına böldü. Royal ağa buyur. Mən axırda deyim də, çox xahiş edirəm. Axırdır da. İştirakçılar versin, ən axırda mən demək istəyirəm. Yox, elə şey. Münsiflər, yox, Royal bir dəqiqədə. Münsiflər heyəti ulduz xallarını verir. Qızıl Yeddili ulduz xallarını verir. Sonra liderlik kürsüsündə əyləşəndə. Özündə bilsən ki, Ramilin böyük zəhməti var sənin üzərində. Buyur. Bəli, Ramil bəy oradan da baxır. Onda Ramil bəy mənə icazə verər. Mən kreativ şəkildə bir xal verəcəm. Bir dənə DJ-imizdən xahiş edirəm. Bir dənə musiqi versin. Mən ayağa duracam.
və gedəcəm o iştirakçının əlindən tutacam, bir dənə gedib ora qaydacam, əlimdəki kağızı da o iştirakçıya verəcəm, məndən ömür boyu xatirə saxlasın, xahiş edirəm. Bir dənə musiqi. Günler geldi, günler geçti, alemde düşmanlar ne derse desin. Hadi hadi hadi. 50 ulduz. Sokerde, sokeresa, sokerde, sokerde. Royal Ağa birbaşa 50 ulduzu Fatimə Əsgərzadənin aktivinə yazdırdı. Hörmətli yetdilikdə əyləşən iştirakçılar. Bilirəm Lalə, çox ağırda, axırda sənə yaxınlaşacağım. Sən ağladıqca mənim də şəkərim 950-yə qalxır. Nazlı Cəfərova 1, 3, 5. Sakit. 5 xalı Fatiməyə verirəm. Fatimə Əsgərzadə 5 ulduz. 3 xalı Uğura verirəm. Uğur 3. 1 xalı da Tuncaya verirəm. 1 ulduz Tuncay. Aha. Fərid Əliyev. 5 ulduzu Uğur'a verirəm. 3 ulduzu Fatiməyə verirəm. 1 ulduzu da Tuncaya verirəm. 1 ulduz Tuncaya. Aha. Dünyanın ən uzun adamı Camal Cəfərov. Buyur. Qalxma. Sən qalxanda mənim təzyiqim düşür. Qalxma. Otur. Uğur'a 3 ulduz yox, 5 ulduz verəcəm. Aha. Ayşəyə 3 ulduz verəcəm. Tuncaya da 1 ulduz. Tuncaya 1 ulduz. Zəhra. 5 ulduzu kimə verirsən? Uğura 5 ulduzu. Aha. 3 ulduzu. 3 ulduzu. Aysun'a. Aysu. Və 1 ulduz. 1 ulduzu da Tuncaya. 1 ulduzu da Tuncaya. Lalə Çodarlı. Bismillah. Bilirəm. Məni görən bir də səsimi eşidən bismillah deyir. Buyur. Xallar 1, 5 və 1, 3, 5. bəli, onlar hamısını yəni hesablasaq, summada 9 alınır. Bəli, 9-u bəli. da 3-ə bölsək, hamıya 3 bal verə bilərəm də 3 nəfər. Yaxşısı budur, layihənin şərtlərinə görə Lalə, sən 1, 3, 5 ver. 1 ulduzu kimə verirsən? 1 ulduzu Ay Allah. Uğur'a, Uğur 1 ulduz, 3 ulduz. Aysun. Aysun 3 ulduz. Yox, bir dəqiqə. Aha. Aysun 5 ulduz. Aysun 5 ulduz, 3 ulduz. Fatişkaya da 3 ulduz. Fatiməyə 3 ulduz. Tuncay görsən də, bir sənin bəxtin yoxdur, bir də mənim. Tuncay, mən inanıram ki, sənə yüksək bir ulduz xalı verən iştirakçı olacaq. Mütləq şəkildə olacaq. Çünki ayrı seçkilik eləmək olmaz. Tuncay da burada iştirakçıdır, özü də qabiliyyətli iştirakçıdır. Məncə onu da qiymətləndirmək lazımdır. Zülfiyə. Bir dəqiqə. 10, 20, 30. 10 ulduz. Uğur. 10 ulduz Uğur. 20 ulduz. Fatimə. Fatimə 20 ulduz. 30. Aysun. Aysu 30 ulduz. Yusif Şamilov 20, 30, 40. 20 ulduz kimə? Asiya 30. Aysu 30. Bəs 20? Tuncay. Tuncay 20 ulduz. Bəs 40 ulduz? Uğur. Uğur 40 ulduz. Hilal Qasımova. Tələsmə. 30, 40, 50. 30 ulduz kimin aktivinə? 50 Uğur'a. 30, 40, 50. 30 ulduz kimə? 30 Fatiməyə. 30 ulduz Fatimə Əsgərzadə. 40 ulduz. Aysun'a. Aysu Səfərova. 40 ulduz. Və sonda 50 ulduz kimin aktivinə? Uğur. Uğur Allah verdiyev. 50 ulduzla qiymətləndirildi. Baxdım ki, iştirakçılar arasında ən az ulduz Tuncayın aktivinə gəldi.
həm münsiflər heyətindən, həm Qızıl Yeddilikdən, həm də lideri kürsüsündə əyləşənlərdən. Amma tamaşaçı da hər zaman kim ki layihə iştirakçıları tərəfindən az qiymətləndirilirsə, ekran qarşısında əyləşənlər daha çox ona qiymət verirlər. Tuncay, mən inanıram ki, bu dueldən qalib olaraq çıxan iştirakçılardan biri də sən olacaqsan. Heç heyfslənmə, narahat olma. Hər biriniz, dördünüz də istedadlısınız. Uğur Allahverdiyev, Tuncay Quliyev model kimi, Fatimə, Aysu ifası kimi Mənim Balam İstedadlı yarışmasında mübarizə aparırlar. Ulduz xalları və SMS nəticələrini hesablayırıq və 4 iştirakçıdan 2 iştirakçı tərk eləyəcək bu bazar günü. Həmin 2 iştirakçı kimdir? Diqqət! Ekrana!